geldi. Gölgetin sesin, sözüm seherdi. Yanar nefesin, ekran titreyir. Adım qorxudur, kanalım kabusun başlangıcıdır. Hər cür salamlar uşaqlar, necəsiniz? Keyfiniz almış uşaqlar. Bu gün sizlərə birlikdə nə eləyəcəyik dostlarım? Bu gün sizlərə birlikdə boyabas vuracağıq, boyabas açacağıq. Yəni 350 elmasımız var hesabda da. Oyun məndən mırtlaşır. 20 elmas qaldı Prime 3 olmağıma. Onu həll edəcəm bitərdi. Səviyyəlama biletindən 350 elması aldım, vurub. Nəsə uşaqlar, indi gördüyünüz kimi 350 elmasımız var. Yəni bu yol boyabas açacağıq və oradan da 150 elmas 50 elmas qalacaq da. Hə, deyəsən 50 elmas. İndi oradan 50 elmas alıb gəlib elmas buradan bunu açıram. Like atıb, abunə olub, bildirim zilini açanlar üçün və açıldı. Yoxsa prevendir uşaqlar. Təbrikinizi yazarsınız. İkinci boyabasımdır. İnşallah gələn boyabasları da açdım. Bəlkə də uşaqlar bir kalanda bir adama Qaragöz hədiyyə elədim uşaqlar. Gördüyünüz kimi hər şeyimiz açıldı. 20% indirim olacaq. 240 elmasa düşəcək deyəsən. Nəsə, bəli, indi max limitə ulaşdı. 6-ya 6 elədik. Nəsə, burada da 23 dənə də qutumuz var. Bəli. Algı verdi, setləri verdi uşaqlar. Bir də buradan bir dənə 20 puan verdi. Nəsə, buradan benim 800 altın verdi, fiş zat verdi. Setlərimiz gələndə qız seti zat belə. Oğlan setində yəni ən çox bəyəndiyim var idi orada. Nəsə uşaqlar, bu çantamız, bu duvarımız, biz bu sobamız, bu avogumuz və də başqa belə şeylər verdi və bir də axırda 1500 bir də maşın desenı verdi. Burada bir dənə karakter istəmirəm. Bir dənə uşaqlar, burada 5000 koyuz aşmaq olursa 5000 coinsa taxlayırdım. 5000 coinsa açdıq, bəli. Xeyirli olsun, da yazarsınız. İkinci boyabasımda inşallah gələn səfərlərdə də elmas xəsi və belələr gələcək. İndi də gördüyünüz kimi boyabas, bəli. İkinci boyabasımı 5 ay əvvəl vurmuşdum. Yadınızdadırsa o video. Ona da özüm vurmamışdım yəni. Bir dənə takipçim vurmuşdu. Onunla sağ olsun. Teşekkür ederim burada. Setimizi düzəldik. Bir dənə olan setimizi. Buradan şalvarı bəyəndim. Amma şalvarı qoymayacağım. Görür şalvarla hansı set oturur. Bu olmur məncə. O bir dənə denəyək də lobbydə görün. Bu ayaqqabını saxlayacağım. Bu maska. Aha. Sonra bunu qoymaq istəyirəm. Bunu qoymayaq. Nasıl bir dəqiqə. Bunu eləməyək. Bir dəqiqə. Eləməyək. Bunu eləyək. Bir də bunu eləyək. Hə, qəşəng oldu. Ayda otur olmadı uşaqlar. Bir də buradan avq aldıq. Bir də aşağıda bir dənə də aldıq. Devot saldı. 100 elmas vuranda verirdi. Özü oyunu bombalarla 5 dənə duvarım oldu. Biri günlük, 4 dənəsi də yəni sınırsız. Beyzbol salonumuzda da tualet şotkası qalsın uşaqlar. 800 abunədə bu gün inşallah olarıq uşaqlar. Dəstəkləyək də yəni. İndi də bir dənə görək. Kim istəyəni qəbul edəcəm. Görək, günlük görevlərdə zətdə nə var. Bir də koleksiyondan canavarı alaq. Çoxdandan pul yığıram. Ona yara girək. Canavarlar bozkurt alaq. Robokurt. Təbriklər. Robokurt aldıq uşaqlar. Bəli. İndi Japoniyaya girməyək. Qız setini düzəldək indi də. Bir dənə bunu 6 level eləyək. Maksimum level. Bəli, ifadələrin zadında gördük. Bəli uşaqlar. İndi də qız setinə keçək bir dənə. Buradan bunu qoyaq. Bəli. Bu qəşəng oldu ha. Uşaqlar bəyəndim. Bu qəşəng oldu. Koşma özelliği de var uşaqlar gördüyünüz kimi. Bir də üstdən səs gələ bilər. Onu da üzüldü sayın uşaqlar. Koleksiyondan da bunu qoyaq. Buradan bunu qoyaq. Buradan bunu qoyaq həmişə kimi. Bir də ondan sonra bunu qoyaq. 350 elmas bulanda verirdi. Bir də maşın desəm də işlədir uşaqlar. Bir də digərlərdə yəni hədiyyələrimiz var. Yəni 6 fiş, 7 fiş belə.
Onlarda aşma qutusu, yəni qutu açılımı da gələcək inşallah bu yaxınlıqda. 1K olanda inşallah bəlkə bir nəfərə 150 elmaslıq şey vurdum. Qaragöz hədiyyəsi. Çarxda, yəni ona aid bir dənə short videosu çəkəcəm. İnşallah 1K olanda da bu yaxınlıqda da 1K olacaq, yəni bir 200 abunə qaldı deyəsən daha. Nəsə bəli uşaqlar, beləliklə də elmas həşləmənin videosunun sonuna gəldik. Like edib abunə olmayı, bildirim zilini açmayı unutmayın. Buradan bunlar da eləyək uşaqlar. Bəli, etsə də burada hamısını da ustaya kastıq. Bu sezon arxı lazımdır. Gələn sezon nəsə uşaqlar. Sağ olun, salamat qalın. Görüşənədək bay bay.